Salam, Səbail rayonu 91 sayılı məktəbin kimya müəllimi Gülnarə Nəbiyeva. Bugün biz sizinlə bizi əhatə edən canlı təbiətdə baş verən maraqlı kimyəvi hadisələrlə, kimyəvi reaksiyalarla tanış olacağıq. Gəlin yadımıza salaq. Kimyəvi reaksiyalar istiqamətinə görə neçə qrupa bölünür? Bildiyimiz kimi, kimyəvi reaksiyalar istiqamətinə görə dönən və dönməyən olmaqla iki qrupa bölünür. Təsvir olunan şəkillərdə siz tərəzi və dinamometr kimi fiziki cihazları görürsünüz. Sual olunur. Bəs bu cihazları bir-biri ilə əlaqələndirən nədir? Bu cihazlar mexaniki tarazlığın yaranması ilə əlaqədardır. Bugün biz sizinlə yalnız dönən kimyəvi reaksiyalarla sıx əlaqəsi olan kimyəvi tarazlığa təsir edən amillər mövzusu ilə tanış olub, bu dərs haqqında olan biliklərlə ətraflı söhbət açacağıq. Kimyəvi tarazlıq dinamik tarazlıqdır. Bu o deməkdir ki, müəyyən zaman anında başlanğıc maddələrdən nə qədər sərf olunursa, bir o qədər də əmələ gəlir. Bəs hansı əlamətlərinə görə kimyəvi reaksiyalar dönən və ya dönməyən reaksiyalardır? Yalnız bir istiqamətdə düzünə gedən reaksiyalara dönməyən reaksiyalar deyilir. Dönməyən reaksiyalar zamanı qaz, çöküntü və ya zəif dissosiasiya edən maddə olan su alınmalıdır. Birinci reaksiya tənliyində natrium sulfid xlorid turşusu ilə reaksiyaya daxil olduqda hidrogen sulfid qazı və natrium xlorid duzu alınır. Deməli, birinci reaksiya tənliyində qaz alınır. Üçüncü reaksiya tənliyində nitrat turşusu kalium hidroksidlə neytrallaşma reaksiyasına daxil olduqda isə duz və su alınır. Deməli, bu üçüncü reaksiya tənliyində zəif dissosiasiya edən maddə olan su alınır. Belə reaksiyalar düzünə istiqamətdə və axıra qədər gedir. Müəyyən şəraitdə həm düzünə, həm də əksinə gedən reaksiyalara dönən reaksiyalar deyilir. Dönən reaksiyalar dönməyən reaksiyalardan fərqli olaraq axıra qədər getmir. Kimyəvi reaksiyaların əksəriyyəti dönəndir. Bu zaman reaksiyanın son məhsulu parçalanaraq ilkin maddələri əmələ gətirir. Məsələn, hidrogen yodla birləşdikdə hidrogen yodid, azot hidrogenlə birləşdirdikdə amonyak, karbon qazı su ilə birləşdikdə karbonat turşusunu əmələ gətirir. Alınan bu reaksiya nəticəsində maddələr yenidən parçalanaraq ilkin maddələri əmələ gətirir. Kimyəvi reaksiyaların sürəti reaksiyaya daxil olan maddələrin qatılığından asılı olduğu üçün reaksiya başlayan anda düzünə istiqamətdə V1 reaksiyanın sürəti maksimum, əksinə istiqamətdə V2 reaksiyanın sürəti minimum olur. Zaman keçdikcə reaksiyaya daxil olan maddələrin qatılığı azalır. Reaksiya məhsullarının qatılığı isə əksinə artır. Belə olan halda V1 düzünə reaksiyanın sürəti tədricən azalır, V2 əksinə reaksiyanın sürəti isə artır. Müəyyən bir vaxtdan sonra düzünə və əksinə reaksiyaların sürətləri bərabərləşir, yəni V1 V2-yə bərabər olur. Kütlələrin təsiri qanununa əsasən düzünə və əksinə reaksiyaların sürəti aşağıdakı kimi ifadə olunur. Bu reaksiya sxemində sol tərəfdə olan A və B maddələr başlanğıc maddələrdir. Sağ tərəfdə olan C və D maddələr isə reaksiya məhsulları olan tərəflərdir. Burada böyük hərflə göstərilən A, B, C və D maddələrin tarazlıq qatılıqlarıdır. Kiçik hərflə göstərilən A, B, C və D stereometrik əmsallardır. V1 düzünə gedən reaksiyanın sürəti, V2 isə əksinə gedən reaksiyanın sürətidir. Hidrogenin yodla reaksiyasından alınan hidrogen yodid misalında V1 düzünə gedən reaksiyanın sürəti K1 tarazlıq sabitinin
Sol tərəfdə olan hidrogen və yod başlanğıc maddələrinin qatılıqlarının hasilinə bərabərdir. V2 əksinə gedən reaksiyanın sürəti isə K2 tarazlıq sabitinin sağ tərəfdə olan reaksiya məhsulları hidrogen-yodid qatılıqlarının hasilinə bərabərdir. Tarazlıq halında V1 düzünə gedən reaksiyanın sürəti V2 əksinə gedən reaksiyanın sürətinə bərabər olduğundan belə yaza bilərik ki, K1 tarazlıq sabiti hidrogen və yod qatılıqlarının hasili K2 hidrogen-yodid qatılıqlarının hasilinə bərabərdir. Və buradan da K1 tarazlıq sabitinin K2 tarazlıq sabitinə olan nisbəti ümumi tarazlıq sabiti ilə göstərilir. Bir çox kimyəvi maddələri dönən kimyəvi reaksiyalardan almaq tələb olunur. Məsələn, sənayedə amonyakın, eləcə də kükürt trioksidin alınması kimi dönən reaksiyaları buna misal göstərmək olar. Buna görə də belə reaksiyalarda kimyəvi tarazlığı reaksiya məhsulları istiqamətində, yəni sağa tərəf yönəltmək mühüm əhəmiyyət kəsb edir. Həqiqətən də sənaye miqyasında amonyak aldıqda reaksiya yüksək təzyiqdə və aşağı temperaturda aparılır. Bugün biz sizinlə kimyəvi tarazlıq mövzusu ilə tanış olduq. Dərsimiz sona çatdı. Diqqətinizə görə minnətdaram.